Allah'a şərik qoşma. Həqiqətən şirk ən böyük zülümdür. Və çünki bəzi insanlar deyir, mən yaxşı insanam, salih insanam, qəlbim təmizdir, heç kəsə zülm etmirəm, heç kəsin haqqını yemirəm və özünü yeryüzünün ən təmiz insanı zənn edir. Çünki niyə? Zənn edir ki, əgər bu zülümdən çəkinirsə, insanlara zülümdən çəkinirsə, yeryüzündə ən doğru insan budur. Bəli, insanlara edəcək zülümdən çəkinməsi lazımdır. Zülüm dinimizdə haramdır. Lakin zülmün ən böyüyü Allah Azze ve Celle'ye şərik qoşmaqdır. Allah Azze ve Celle'ye ortak qoşmaqdır. Onunla beraber başkasına dua etməkdir. Sahabelerden biri Resulullah sallallahu aleyhi ve selleme sual verir. En büyük günah hansıdır? Resulullah sallallahu aleyhi ve sellem deyir ki, Allah seni yarattığı halda ona şərik qoşmağındır. Allah seni yarattığın halda ona başkasını ortak tutmağındır. Bu Allah Azze ve Celle'nin hakkıyla tanımamaktır. Sen Rabbini tanısaydın bunu etmezdin ey Adem evladı.